Həqiqət həmişə çılpaqdır. Salam, hörmətli dinləyicilər. 8 oktyabr 24-cü ildə keçirilən Təhsilin İnkişaf Forumuna mən çox həvəslə qoşulacağam. Dövlət İmtahan Mərkəzini nəyisə irad tutan insanlar gözəlliyi ya da eybəcərliyi hamının göz qabağındadır. Həmin ekspert nəyisə özü təsir etmək istəsə, o saçı o görünəcəkdir. O saçı o... Sən kimisə istəyirsən ki, nəyisə başa salmaq, gərək səbirli olasın, əvvəlcə qabağında olan insanı dinləyəsən. Bu imtahanları korrupsiyadan qoruya bilirik. Görürsünüz ki, 70% müsahibəyə yazılanlar Daha dərin suallar idi. belə hallarda var idi. Dərsliklər dürüst, tam. Bu proses çox mürəkkəb prosesdir və Dünyada gedən proseslər, 4-cü sənaye inqilabı, yalnız operativ qərargahdan icazə alandan sonra dəqiq elan eləyə bilərik. Görəndə ki, uşaq məşğul olur və və mənlə əlaqədar nə deyə bilərəm? Mənə qibtə eləyənlərə deyə bilərəm ki, sağ əlin başına. həqiqət həmişə çılpaqdır.